Salam dəyərli izləyicilər, mən Sara müəllim. Bugün sizlərlə riyaziyyat test toplusundan kvadrat köklər mövzusunun testlərini qaldığımız yerdən davam edirik izahına. Keçən dəfə 90-cı suala qədər izah etmişdim. İndi isə 91-dən başlayaraq davam edək. 91-ci sualda baxın uşaqlar, biz bilirik ki, hər hansısa bir ifadənin qüvvətində mənfi ədəd varsa, biz həmin ifadənin tərsini yazırıq. Gəlin əvvəlcə mötərizənin içərisini yazaq. Baxın, mötərizənin içərisində 4/3 olduğu kimi qalır. M üzəri mənfi 2, mən M kvadratının tərsini yazıram. M kvadratda məxrəcə düşür, sürətlə 1 yazıram. N olduğu kimi qalır. P üzəri mənfi 3, yəni P kubunun tərsi deməkdir. Ədədin tərsi də həmin ədədin məxrəcə düşməsi deməkdir, yəni sürətdəki ədədin. Məsələn, mən əgər 4/3-ün tərsini yazmış olsam, tərsi olacaq 3/4. Və istənilən ədədin də məxrəcində 1 dayanır. Hər hansısa bir ədədin, hər hansısa bir ifadənin əgər məxrəci yoxdursa, biz onu sürətinə 1 əlavə edirik. Məsələn, 5 yazıram, bu 5-in tərsi 5/1-dir. 10-un tərsi 10/1-dir. Bu şəkildə yazırıq. Kəsirdirsə də tərsinə çeviririk. Sürət məxrəcə, məxrəc isə sürətə yazılır. İndi gəlin, baxın, yenə bunun üzərində mənfi 1 var. Mənfi 1 olduğuna görə mötərizənin içərisini yenidən tərsinə çevirirəm. 4/3-ün tərsi olacaq 3/4, vuraq. M kvadratı, N-in tərsi N/1, vuraq. P kubu da 1 bölək P kubunun tərsi elə P kubu olur. Burada da variantda verdiyi kimi sadə şəkildə yazsaq, olacaq 3N-də 4M kvadratı P kubu. Bu da olacaq B variantı. İndi isə baxıram 92-ci suala. 92-ci sualda uşaqlar sadəcə vurub açırıq. Vurub açanda nə edirik? Baxın, əvvəlcə birinci mötərizənin hər bir həddini ayrı-ayrılıqda digər tərəfə vururam. O kök altında 15-i əvvəlcə kök altında 5-ə vururam. Eləyəcək kök altında 75. Üstə gəl. Nəyə görə üstə gəl yazdım? Çünki mən burada kök altında 2-yə vururam və bunun qarşısında müsbət var. Olacaq kök altında, daha doğrusu 30. Yazıram, indi çıxaq. İndi mən bu kök altında 6-nı 1-1. Birinci kök altında 5-ə, sonra isə kök altında 2-yə vuracam. Kök altında 6-nı kök altında 5-ə vuranda kök altında 30. Nəyə görə çıxaq yazdım? Çünki 6-nın qarşısında çıxaq var. Çıxaq, yenə 6-nın qarşısında çıxma olduğuna görə kök altında 2-ni kök altında 6-ya vuranda kök altında 12 olacaq. Bərabərdir. Kök altında 75-i. İndi gəlin, əvvəlcə baxaq. Baxın, kök altında 30 müsbət, 30 mənfi. Bunlar getdi. Kök altında 75-i yazıram, 25 vuraq, 3 kimi. Çıxaq, 12-ni də yazıram, 4 vuraq, 3 kimi. İndi deyə bilərsiniz ki, 75-i 15 vur 5 kimi də yaza bilərdik. 12-ni 2 vur 6 kimi də yaza bilərdik. Nəyə görə elə yazmırıq? Mən belə izah edim də. Yəni, elə yazırıq ki, həmin o 2 ədəddən birindən kök çıxsın. Digər ədəd mümkün qədər kiçik ədəd olsun və məsələn 15 vuraq 5 yazsaydım, heç birindən kök çıxmazdı. Ona görə 25 vur 3 yazdım ki, 25-dən kök 5 çıxsın. Daha doğrusu 5 kök altında 3. Baxın, 3 kökün altında qaldı. 25-dən 5 çıxdı. Çıxaq. 4-dən 2 çıxır, 3 də kökün altında qalır, bərabərdir. Bu tip suallarda, misallarda, baxın, görürəm kök altılar eynidir. Əmsalları çıxıram, 5-dən 2 çıxıram, 3 qalır, kök altında 3-ü də olduğu kimi yazıram. Bu da olacaq 3 kök altında 3, yəni A variantı. 93-cü sual. 93-ü də həmin qaydada yazırıq. Kök altında 6-nı vururam, kök altında 3-ə. Eləyir, kök altında 18. Çıxaq. İndi kök altında 6-nı kök altında 7-yə vururam. Kök altında 42. Sonra yazıram üstə gəl. İndi 14-ü 3-ə vururam kökün altında. Kök altında 42 olacaq. Sonra indi isə 14-ü vururam 7-yə. Burada da olacaq kök altında 98. Daha doğrusu burada çıxma olacaq. Nəyə görə? Çünki 14 müsbətdir, 7 mənfidir.
müsbəti mənfiyə vurdum, mənfi aldım, bərabərdir. Bu 42-lər gedir, biri mənfi, biri müsbət olduğuna görə. 18-i mən yazıram kök altında 2 vuraq 9 kimi. Çıxaq, 98-i də yazıram 2 vuraq 49 kimi. Bir də uşaqlar, indi ola bilər siz 98-də fikirləşirsiniz ki, görəsən hansı iki ədədin hansı şəklində yaza bilərəm. Adətən bu tip suallarda, hətta imtahanda belə elə olur ki, kökaltı ifadələr. Yəni burada 2-nin 9-a vuruğu şəklində yazmışamsa, digərində də vuruqlardan biri 2 olur. Yəni 2-yə bölərək də yoxlaya bilərsiniz. Əgər digərindən kök çıxırsa, deməli həmin şəkildə yazmaq lazımdır. Burada 9-dan 3 çıxır, 2 qalır kökün altında. Çıxaq, 49-dan da 7 çıxır, yenə 2 qalır kökün altında, bərabərdir. Burada görürsünüz kiçikdən böyük çıxmışıq, ona görə böyükdən kiçik çıxıb mənfi yazıram. 7-dən 3 çıxıram, mənfi 4. Kök altlar eyni olduğuna görə olur kök altında 2. Bu da olur B variantı. İndi isə keçək 94-cü suala. 94-cü sualda biz nə edə bilərik? Gəlin sadələşdirək. Yazıram 4 ondakini uşaqlar 10-da 42 olaraq yazıram. Adi kəsir şəklində yazdım. A üzəri 7 vuraq. Baxın uşaqlar, B üzərində mənfi var deyə mənfi B-ni məxrəcə yazıram. 13-ü də müsbət olaraq üzərinə yazıram və surətə 1 yazıram. Vuraq. İndi üzəri kvadratdır. Bu kvadrat bu kökü silir, belə deyək. Olur. Vuraq 42-də 10. Kökün altından çıxır bu kvadrata görə. Bu ədəd kökün altından çıxır. A üzəri mənfi 3-dür. A üzəri mənfi 3-ü 2-yə vursam, olacaq A üzəri mənfi 6. Və mənfi olduğuna görə həmin A üzəri mənfi 6 məxrəcə düşür. Surətə 1 yazacağım. B üzəri 2. Baxın, bu 2 də B-nin üzərindəki qüvvətə vurulur. Olur B üzəri 12. Bərabər. Daha doğrusu A üzəri müsbət 6 olacaq. Çünki məxrəcə düşdü, mənfisi getdi. Bərabərdir. İndi baxın uşaqlar, bu 42 ilə bu 42 gedir. 10 ilə 10 gedir. A üstü 6 ilə A üstü 7 gedir. Burada bir dənə A qalır. Burada da B üzəri 12 ilə 13. Baxın, buradan ixtisar olunur. Burada mənfi B qalır. İndi bizim yerdə nə qaldı? Mənfi A bölək B. Bu da olacaq Y variantına uyğun. İndi isə baxırıq 95-ci sual. 95-ci sualda həmin qayda ilə yazıram. 3 onda 6-nı 10-da 36 kimi yazıram. Baxın uşaqlar, 3 onda 6-nı 10-luq kəsrə çevirəndə həmişə baxırsınız ki, vergüldən sonra bir dənə rəqəm var. Bir dənə rəqəm varsa, deməli məxrəcə mən 10 yazacağam. Əgər vergüldən sonra 2 rəqəm olsaydı, məxrəcə 100 yazardım. Və bu ədədi olduğu kimi köçürürəm. Yəni bu şəkildə sadə 10-luq kəsrə çeviririk. İndi yazıram vuraq. Baxın, mənfi A olduğu kimi yazdır. Üzəri 9 məxrəcə düşür. Çünki mənfi olduğuna görə. Görürsünüz, məxrəcdə mən mənfi 9 yazmadım. Vuraq. Baxın, bu kvadratla bu kök gedir. Qalır 36-da 10. Bu 2 A-nın üzərindəki 4-ə vurulur. Olur A üstü 8. Baxın, bu 2 təzdən B-nin üzərindəki mənfi 5-ə vurulanda olacaq B üzəri mənfi 10. Bu mənfi 10-da təbii ki, B üzəri 10 olaraq məxrəcə düşür. Surətdə də 1 yazıram. Bərabərdir. Yenə 10-lar gedir, 36-lar gedir. A üstü 9 ilə A üstü 8. Burada A-nın mənfisi var. Mənfi A burada qalır. B üstü 10, B üstü 11. Burada da B qalır. Cavabım olacaq mənfi B bölək A. Bu da olur E variantı. 96-cı sual. 96-da eyni qaydada yazırıq. 8 onda 4-ü, baxın, 8-dən sonra, vergüldən sonra bir dənə rəqəm var. Ona görə məxrəcə bir dənə 0 yazıram, yəni 10. 84-ü də olduğu kimi köçürürəm. A üzəri mənfi 5, yəni A üstü 5-in tərsi. A üstü 5-in tərsində A üstü 5-də 10. Vuraq, mənfi B üstü 17 olduğu kimi yazılır. Çünki
Gəlin bu B-nin mənfisini biz qabağa keçirək. Çünki B-nin üzərində tək ədəd olduğuna görə bonusda mənfi ilə asılacaq. Baxın, bu mənfini qabağa keçirdim. Nəyə görə keçirdim? Fərqi yoxdur. Yəni belə də qala bilərdi, amma rahat hesablamamı aparım deyə. Baxın, bu 2 ilə bu kök gedir. Qalır 84-də 10. Sonra bu 2-ni A üzəri 3-ə vururam. Olacaq A üzəri 6. B üzəri mənfi 16 olacaq burada. Həmin o B üzəri 16 da məxrəcə düşəcək. Surətdə də yazıram 1. Bərabərdir. Baxın, indi ixtisarlarımı edirəm. Bu 10 ilə 10 gedir. 84 ilə 84 gedir. A üstü 5 ilə A üstü 6 gedir. Baxın, ixtisar olunanda A üstü 6-dır, bu A üstü 5-dir. Böyükdən kiçiyə çıxıram. 6-dan 5 çıxıram, 1 qalır. Yəni A üzəri 1. 1 də yazılmır. B üzəri 16 ilə B üzəri 17 gedir. Əsaslar eynidir. Üstlərini çıxıram. 17-dən B-ni yazıram. 17-dən 6 çıxıram. B üzəri 1 qalır. Həmişə böyüyün üstünə yazıram qalan ədədi. Burada da bir-birinə vuranda qabaqda da bir dənə mənfi var idi. Olacaq mənfi AB. Bu da olacaq A variantı. Aha, indi baxıram 97-ci suala. 97-ci sualda baxın uşaqlar 2 dənə eyni ədədin bir dəfə cəmini yazıb, ifadənin bir dəfə də fərqini yazıb. Biz buradan hansı düsturu alırıq? Baxın, A kvadratı çıxaq B kvadratı. Bu düsturun açılışı nə idi? A çıxaq B, A üstə gəl B. İndi mənə bu şəkildə verib, mən bu kvadratları şəklində yazsam, bu ifadəni kökdən çıxartmış olaram. Mən yazacağım 2-nin kvadratı çıxaq kök altında 15-in kvadratı. Bərabərdir 2-nin kvadratı 4 eləyir, çıxaq 15-in kvadratı da eləyəcək. Bax, bu 2 ilə bu kök gedir, qalır 15. 4-dən də 15 çıxanda 15-dən 4 çıxıb mənfi yazıram. Eləyəcək mənfi 11. Yəni 97-ci sual B variantı. 98-ci sualda eyni həmin baxın bu düsturdan istifadə edirəm. Bu düsturdan yerinə qoyuram. Yazıram 3-ün kvadratı. Görürsünüz, bir dəfə cəmini verib, bir dəfə fərqini. Eyni ifadədir. Bu ifadələrdə həmişə bu düsturdan istifadə edirik. 3-ün kvadratı 9 çıxaq, 17-nin kvadratı da kökdən olur, elə 17-nin özü. Burada da olacaq mənfi 8. Yəni A variantı. Baxıram 99-cu suala. 99-cu suala uşaqlar sizə bir dənə qayda verim. Kəsri məxrəcini irrasionallıqdan azad etməliyik. Uşaqlar, irrasionallıqdan azad etmək nə deməkdir? Biz nəyə görə qoşmasına vururuq? Bizim məqsədimiz odur ki, kəsrin məxrəcində kök altı ifadə qalmasın. Yəni, bunu eləmək üçün sizin ağlınıza başqa bir yol gəlirsə, onu da eləyə bilərsiniz. Əsas odur ki, kəsri məxrəci irrasionallıqdan azad olunsun. Yəni, normalda irrasionallıqdan azad etmək üçün biz elə eləməliyik ki, biz ancaq kök altından bir ifadəni o vaxt çıxarda bilərik ki, onu kvadrata yüksəldəriksə. Burada kök 2-ci dərəcədəndir. 3-cü dərəcədən kök olanda biz onu kubları cəmindən və yaxud da fərqindən gedirik. İndi burada baxın, surətdə 3 verib, məxrəcdə də 3 çıxaq, kök altında 2. Gəlin sizə belə bir qayda deyim, yəni sadə şəkildə. Əgər 2-ci dərəcədən kökdürsə məxrəcdə, siz sadəcə kəsrin məxrəcinə, yəni uzun uzadı, baxın qoşma yazmıram. Birincinin kvadratını yazırsınız, çıxaq, kök altında 2, ikincinin kvadratını məxrəcdə yazırsınız çıxma ilə. Bura toplama da olsa, çıxma da olsa fərqi yoxdur, siz çıxma ilə yazırsınız. Surətə də, surətdəki ədədi yazırsınız, vurursunuz. Əgər məxrəcdə toplamadırsa, daha doğrusu bu məxrəcə baxırsınız, əsas özünə. Burada toplamadırsa çıxmasına vurursunuz. Daha doğrusu cəmdirsə fərqə, fərqdirsə cəminə vurursunuz. İndi burada mənə 3 çıxaq kök altında 2 verdiyinə görə mən vururam 3 üstə gəl kök altında 2-yə. Baxın, bu şəkildə sadə hesablaya bilərsiniz. Burada məxrəcdə olacaq 9 çıxaq, kök altında 2-nin kvadratı 2-dir.
Sürəti də açsam olacaq 9 üstəgəl 3 kök altında 2. Məxrəcdə olacaq 7. Baxın, elə birbaşa 7 yazıram. Sürətdə də 9 üstəgəl 3 kök altında 2, yəni B variantı. 100-cü sual. Yenə kəsri məxrəcini irrasionallıqdan azad edin. İrrasionallıqdan azad etmək üçün yenə baxın, məxrəcdə yazıram birincinin kvadratı. Həmişə bu şəkildə yazın. Çıxaq ikincinin kvadratı. Toplama oldu, çıxma oldu, fərqi yoxdur. Sürətə də, bax, burada verilərinin cəmini yazıram. 1 üstəgəl kök altında 3 yazıram. Bərabərdir. Buradan qalır 1 çıxaq 3. Sürətdə də 2 üstəgəl 2 kök altında 3. 1-dən 3 çıxıram, qalır -2. Məxrəcdə -2, sürətdə. Biz burada vurub açmasaq belə 2-lər ixtisar gedə bilərdi. Baxın, gəlin bunu vurub açılmış şəklini yazmayaq. Elə belə olduğu kimi yazaq. 2 vuraq, 1 üstəgəl kök altında 3. 1-dən 3 çıxıram. Gəlin buradan elə birbaşa yazacaq -2. -2 ilə 2 gedir. Baxın, burada bir dənə mənfi var idi. Mənfi burada yazılır. Olur 1 üstəgəl kök altında 3. Bu da olacaq Y variantı. İndi baxırıq 101-ci suala. 101-ci sualda baxın uşaqlar, eyni dərəcədən kökdür, 5-ci dərəcədən və vurmadır. Ona görə mən bu ifadəni ümumi şəkildə eyni kökün altında yazıram, 5-ci dərəcədən. Baxın, mən bunu ümumi kökün altında yazsam, bir dəfə fərqidir, bir dəfə də cəmidir. Bu zaman nə olacaq? Mən həmin A kvadratı çıxaq B kvadratı düsturundan istifadə eləsəm, kvadratı fərqi kimi yazacağam. Yazıram. 3-ün kvadratı çıxaq 2 kök altında 2-nin kvadratı bərabərdir. 5-ci dərəcədən yenə olduğu kimi qalır. Burada olacaq 9 çıxaq 2 kök altında 2-nin kvadratı eləyəcək 8 bərabərdir. 5-ci dərəcədən kök altında 1. Birdən də istənilən dərəcədən elə 1-in özü çıxdığına görə olacaq cavabım C variantı. 102-ci sualda da eyni qaydada. Yenə 102-ci suala baxıram. Baxın, eyni dərəcədəndir. Və eyni ifadənin bir dəfə cəmini ver, bir dəfə fərqini. Mən ona görə ümumi kökün altında yazıram. Bir dəfə yazıram 7-nin kvadratı çıxaq 4 kök altında 3-ün kvadratı bərabərdir. Burada olacaq 5-ci dərəcədən 49 çıxaq 4. 4-ün kvadratı 16. Kök altında 3-dən də 3 çıxır. 16-nı da 3-ə vuranda eləyəcək 48. Buradan da kök altında 1 qalır. Bir də həmişə olduğu kimi özü çıxır istənilən dərəcədən. Bu da olacaq Y variantı. İndi baxıram 103-cü suala. Baxın uşaqlar, 103-cü sualda mənə verib x 0-dan böyük, y 0-dan kiçik olarsa kök işarəsi altından çıxardın. Gəlin mən əvvəlcə, baxın burada ikinci dərəcədən kökdür də. Mən indi elə eləməliyəm ki, kökün altındakı ifadələri ikinci dərəcəyə gətirin. Yəni kvadrata gətirin. Mən 75-i 25 vuraq 3 kimi yazıram. X kubunu da yazıram x kvadratı vuraq x şəklində. Y üstü 6-nı da yazıram y kubunun kvadratı kimi. Nəyə görə? Yəni mən kvadrata gətirməliyəm ki, çünki bu kök ikinci dərəcədən kökdür. Ona görə bu kvadratlar geçsin, ifadələrdən biri kökün altından çıxsın. Y üstü 6 elə 3-cü dərəcədən üzəri 2 deməkdir. Çünki bu 3 bu 2-yə vurulsa olacaq y üstü 6. Bərabərdir. Baxın, 25-dən kök çıxır 5. Kökün altında yazıram. Sonra x kvadratından x çıxır. Bir də y kubunun kvadratından çıxır y-in kubu. Kökün altında da qalır x. X bir də 3. Və
Y sıfırdan kiçik olduğuna görə o mənfi ilə çıxır. Qarşıya bir dənə mənfi atıram. Cavabım olacaq mənfi 5y kubu kök altında 3x. Bu da olacaq C variantı. İndi baxırıq 104-cü suala. 104-cü sualda ifadənin qiymətini hesablayın. İndi mənfi 0,2-nin kvadratı eləyəcək 0,4 müsbət nəyə görə? Üzəri cüt ədəddir. Çıxaq. Baxın uşaqlar, bu 2 ilə bu kök gedir. Müsbət 0,2 qalır. Nəyə görə? Çünki kök altından cüt dərəcədən müsbət çıxır. Burada olacaq 0,4 çıxaq 0,2. Burada da 0,2 0,4-dən böyük olduğuna görə 10-2-dən %4 çıxıram. Bu deyəcək 0, daha doğrusu qarşıya bir dənə mənfi atacağım. 0,16 mənfisindən olacaq C variantı. 105-ci sualda həmin qayda ilə yazırıq. 0,7-nin kvadratı müsbət 0,49 olacaq. Üstə gəl, bu 2 ilə bu kök gedir, müsbət 0,7 çıxır. Burada da olacaq 0,49 üstə gəl 0,7. Bunları da toplayanda baxın uşaqlar, gəlin, bəzi uşaqlar bilmir bunu toplamağı, qarışdırırlar. Həmişə onluq kəsirlər toplayanda alt-alta toplayarkən vergülü vergülün altına yazmaq lazımdır. Məsələn, mən bu 7-ni bu 9-un altından yazmıram. Burada nə olur? 9 düşür aşağı, 7-nin üstünə 4 ilə 7-ni toplayıram. 11, 1 yadda. Baxın, vergülü vergülün altına yazdım. Burada atıram 1. Bu da olacaq 1,19. Müsbətindən C variantı. Baxırıq 106-cı suala. 106-cı sualda ifadənin üzərində kəsir var. İndi bunu necə eləyirəm? 84 üzəri 4də 1 nə deməkdir? Həmişə ifadənin üzərində kəsir olanda həmin ifadənin kəsirin məxrəci kökün dərəcəsində yazılır. 81 kökün altına düşür. Kök altında artıq 4-cü dərəcədən 81 yazıram. Çıxaq. Əgər surətdə hansısa bir başqa bir ədəd olsaydı, mən onu 81-in qüvvətinə yazacaqdım. 1 olduğuna görə yazılmır. 3 kök altında 3 vuraq. Deməli 3-ün üzəri 2-də 1 nə deməkdir? 2-ci dərəcədən kök. Yəni vuraq kök altında 3-dür. Bərabərdir. Kök altında 81-dən 4-cü dərəcədən 3 çıxır. Çıxaq. Bu 3-ü də mən vururam kök altında 3-ə 3 eləyir. Baxın, buradan 3 çıxacaq. Qarşıda da bir dənə 3 var idi. 3 vuraq 3 olacaq. Bu olacaq 9. Bərabərdir. 9-dan 3 çıxıram -6. Yəni A variantı. 107-ci sual. 107-ci sualda həmin qaydada. Baxın, 32 üzəri 5də 1 nə deməkdir? 32-ni kökün altına salıram 5-ci dərəcədən. Çıxaq. 4 kök altında 2-nin kvadratı. Mən əvvəl yazıram 4-ün kvadratı. Vuraq. Kök altında 2-nin kvadratı da 2 eləyir. 32. Yəni 5-ci dərəcədən kök çıxaq 32. 5-ci dərəcədən 32-dən çıxır 2. Burada da çıxaq 32 var idi. Burada da olacaq -30. Yəni C variantı. 108-ci sual. 108-ci sualda belə bir ifadə verib. Deyir A çıxaq kök altında A. Baxın uşaqlar. A üstə gəl kök altında B'nin ifadənin qiymətini soruşur. Uşaqlar, baxın, A bir var kök altında A, kök altında B, bir də var AB. A kök altında A'nın kvadratıdır. B kök altında B'nin kvadratıdır. İndi mən baxıram ki, burada kök altında A kvadratı çıxaq. Baxın, mən bu ifadəni yazıram. Kök altında B kvadratı şəklində yazıb. Çünki kvadrat onsuz da burada A-nı verəcək. Kök altında B-nin kvadratı da B-ni verəcək. Bərabər edib 36,4-ə. Və mən baxıram ki, bu A kvadratı çıxaq B kvadratının düsturunu aldım. Bu düsturun açılışı nə idi? Bir dəfə cəmini yazırdım, bir dəfə fərqini. Yəni, mən bura yazacağım. Kök altında A üstə gəl B kök altında. Vuraq. Kök altında A çıxaq kök altında B. Yəni, indi burada nə olacaq? Bərabərdir.
kök altında a kvadratı çıxaq kök altında b kvadratı. Baxın uşaqlar, bu hansı düstur idi? A üstə gəl b vuraq. A çıxaq b bərabərdir. A kvadrata çıxaq b kvadrat. Yəni mən bu düsturu aldım. İndi burada gəlin yerinə qoyaq. A kök altında a çıxaq kök altında b-ni verib 5/6. İndi yazıram. Kök altında a üstə gəl kök altında b-ni olduğu kimi yazıram. Elə məndən bunu soruşur. Vuraq. İndi bu kök altında a çıxaq kök altında b-nin yerinə baxın mən bu 5/6-nı qoyuram. Vuraq 5/6 bərabərdir. İndi bu kvadratları fərqi də budur da. Yəni a çıxaq b-dir. Çünki mən o kvadratı açsam a çıxaq b alacağım. A çıxaq b-ni də verib 36/4. Yazıram 36/4. İndi mən kök altında a üstə gəl kök altında b-ni tapmaq üçün bərabər edirəm. 36/4-ü bölürəm 5/6-ya. Bərabərdir 6/5. Yəni Y variantı. Yenə baxın 109-cu sualda həmin qayda ilə yazırıq. 109. Baxın M ilə ifadə edin soruşur. Bu M olarsa buradan da biz iki ifadə fərqinin kvadratı düsturunu ala bilərik. Bunu almaq üçün baxın. Burada düsturumuz necə idi? Kök altında 7 çıxaq kök altında 6 vuraq kök altında 7 üstə gələk kök altında 6 bərabərdir. Kök altında 7-nin kvadratı çıxaq kök altında 6-nın kvadratı. Baxın buraya yazıram. Çıxaq kök altında 6-nın kvadratı. Buradan da kvadratla 7 gedir. Qalır 7. Kvadratla daha doğrusu kök gedir. Qalır çıxaq 6. Burada qalır 1. İndi mən bunu bərabər edirəm 1-ə. 1-ə bərabər elədim. İndi kök altına 7 çıxaq kök altına 6-nı m verib. İndi yazıram m vuraq. Bu ifadəni yazıram. Kök altında 7 üstə gəl. Kök altında 6 bərabərdir 1-ə. Kök altında 7 üstə gəl. Kök altında 6-nı tapmaq üçün də m keçir bərabərliyin digər tərəfində məxrəcə. Olacaq 1 bölək m, yəni D variantı. 110-cu sual. Yenə eyni sualdır uşaqlar. Eyni tipdə. Müxtəsər vurma düsturundan həll edirik. Yazıram. Kök altında 11 çıxaq kök altında 10 vuraq kök altında 11 üstə gəl kök altında 10. Buradan da uşaqlar kvadratlı fərqi yaranır da düsturun belədir. Bu hansı düstur olacaq? Bərabər olacaq hansı düstura? Kök altında 11-in kvadratı çıxaq kök altında 10-un kvadratı. Yəni bu bizim düsturumuzdur. 2 ilə kök gedir, qalır 11 çıxaq. 2 ilə kök gedir, 10 bərabərdir, 1 qalır. İndi mən bunu bərabər edirəm 1-ə ümumi şəkildə. Sonra nə edirəm? Mənə buranı verib n. Yazıram n. Bax bu ifadənin yerinə n yazıram. Vuraq. Bu ifadənin olduğu kimi yazıram. Çünki elə məndən 10-u soruşur. 11 üstə gəl. Kök altında 10. Bərabərdir 1-ə. İndi kök altında 11 üstə gəl. Kök altında 10-u bərabər edirəm 1 bölək. Bu n keçir digər tərəfə məxrəcə. Bu da olacaq 1 bölək n, yəni Y variantı. Baxıram 111-ci suala. 111-ci sualda uşaqlar baxın, vurğu kök işarəsi altına salarkən o kvadrat olaraq gedir. Əgər ikinci dərəcədən kökdürsə. İndi burada nə yazıram? Kökün altındakı ifadələr x kvadratı üstə gəl 2 məxrəcdə 2 çıxaq x-in mötərizədə kubu. İndi baxın bu x çıxaq 2 bura gələrkən kvadrata yüksələcək. Yəni vuraq özdə surətə, daha doğrusu gəlin belə yazaq. X çıxaq 2-nin mötərizədə kvadratı bərabərdir. Baxın 2 çıxaq x-dır. Bir də var x çıxaq 2. Bunlar fərqli-fərqli, yəni əks ədədlərdir.
Mən bunları ixtisar eləyə bilmərəm bu şəkildə. Eləsəm də mütləq gərək bunların yerini dəyişəm və yaxud o zaman da qarşıya mənfi atmış olacam. Bu hardan irəli gəlir? Məsələn, mən yazıram 8 çıxaq 3. Bu eləyəcək müsbət 5. Bir də var yazıram 3 çıxaq 8. Bu nə eləyəcək? Mənfi 5. Ona görə bu tip suallarda çıxma olarsa, biz ixtisar edəndə mütləq qarşıya bir dənə mənfi atmalıyıq. Bu x çıxaq 2 ilə bu gedir. Baxın, burada 3-cü dərəcədən olduğuna görə məxrəcdə biri qalır. Mən kökün xaricinə mənfi atıram. Kök altında x kvadrat üstə gəl 2. Məxrəcdə də 2 çıxaq x-in 1-i qalır. Çünki üstləri çıxdım. 3-dən 2-ni çıxdım. 1 qaldı. Bu da olduğu kimi yazılır. Daha doğrusu mən bunların yerini dəyişmişdim. 2 çıxaq x yox, x çıxaq 2 eləmişdim. Nəyə görə? Çünki bundan ixtisar geçsin deyə. Mənfini də ona görə qabağa atmışam. Burada da olacaq C variantı. Daha doğrusu uşaqlar, biz mənfi qarşıya attığımıza görə burada C yox, olduğu kimi yazırıq. 2 çıxaq x-i yazıram. Nəyə görə? Mən bu birisi ifadəni dəyişdiyimə görə qarşıya mənfi atdım. Ona görə olacaq cavabım A variantı. Çünki ixtisar olunan, yəni bu qaldığına görə bu olduğu kimi qalır. İndi baxıram 112-ci suala. 112-ci sualda da yenə mən vuruğu kök işarəsi altına salarkən kvadratla gəlir. Baxın, 3 çıxaq x kvadratla kökün altına daxil olacaq. Burada olacaq x kvadratı üstə gəl 3. Məxrəcdə də yazıram. X çıxaq 3-ün kubu vuraq. 3 çıxaq x-in mötərizədə kvadratı. İndi baxın uşaqlar, burada yenə x çıxaq 3, 3 çıxaq x-dir. Mən bunların təbii ki yerini dəyişmirəm. Elə bu şəkildə yazıram. Çünki bunlar modulda deyil. Bayaq burada yerini dəyişdik, amma əslində biz bura mənfi atdığımıza görə dəyişməməliyik. Burada elə fərz eləyin ki, bir dəfə böyükdən kiçik çıxıb, bir dəfə kiçikdən böyük. O zaman nə olur? Mənfi ədəd alıram. Mən bunları ixtisar eləyəndə mütləq qarşıya bir dənə mənfi atacağam. Bu zaman üstlər çıxılır. Məxrəcdə qalır x çıxaq 3. Sürətdə də qalır x kvadratı üstə gəl 3. Bu da olacaq. Bu da olacaq D variantı. Yəni uşaqlar, yerini nə vaxt dəyişirik? Əgər modulda olarsa, mən müsbət olsun deyə yerlərini dəyişə bilərəm. Amma burada modulda deyil və ona görə də mən olduğu kimi ixtisar edib qarşıya bir dənə mənfi atıram. Baxırıq 113-cü suala. Baxın uşaqlar, kök altında indi mən baxıram burada nə edə bilərəm? Əgər mən surətdə fikir versəniz görərsiniz ki, hər biri kök altında 3-ə bölünür. Mən ortaq vuruğu və 3-ə böləndə baxıram ki, mən məxrəcdəki ifadəni almış oluram. Kök altında 3-ü ortaq vuruq kimi mötərizə xaricinə çıxardıram. Mötərizədə qalır kök altında 2, üstə gəl. Kök altında 4, 4-dən də çıxır 2. Üstə gəl, kök altında 6. Məxrəcdə də olur kök altında 2, üstə gəl, kök altında 6, üstə gəl 2. Baxın, eyni ifadədir. Bunlar ixtisar olunur, qalır sadəcə kök altında 3, yəni A variantı. 114-cü sual. 114-cü sualda yenə baxıram ki, hər biri kök altında 3-ə bölünür və böldüyüm zaman mən aşağıdakı, yəni məxrəcdəki ifadəni almış oluram. Kök altında 3 mötərizə xaricinə çıxır. Mötərizədə qalır. Daha doğrusu kök altında 5. Kök altında 5-ə bölsəm, mən aşağıdakı ifadəni almış olacağam. Kök altında 3, üstə gəl, 30-u 5-ə böləndə kök altında 6, üst çıxaq. 45-i kök altında 5-ə böləndə buradan alınır kök altında 9, 9-dan da çıxır 3. Yazıram çıxaq 3, məxrəcdə də kök altında 3 üstə gəl. Kök altında 6, çıxaq 3. Bunlar da olduğu kimi yazılır. Bu da ixtisar gedir, qalır kök altında 5. Yəni Y variantı. Baxıram 115-ci suala. 115-ci sual sadəcə adi qaydada düsturdur. Vurub açıram 115.
Bu halda nə edirəm? Yazıram birincinin kvadratı 3 kök altında 2-nin kvadratı üstə gəl. Birinci ilə ikincinin hasilinin, yəni 3 kök altında 2-ni kök altında 7-yə vururam. Kök altında 19-un 2 misli. Bunu da vururam 2-yə. Olur 6 kök altında 14. Üstə gəl ikincinin kvadratı, yəni kök altında 7-nin kvadratı. Sonra yazıram üstə gəl. Yenə indi bu tərəfə vurub açıram. 3 kök altında 14-ün kvadratı çıxaq. Burada çıxma olduğuna görə çıxaq yazıram. Birinci ilə ikincinin hasilinin 2 misli. 3 kök altında 14-də vururam 2-yə. Eləyəcək 6 kök altında 14. Üstə gəl. Nəyə görə üstə gəl yazdım? Çünki kvadratdır. Ona görə mənfinin kvadratı müsbət eləyir. 1 olduğu kimi yazıram. Bərabərdir. 3 kök altında 2-nin kvadratı verəcək 18. Baxın, bu 6 kök altında 14 ilə bunlar gedir. Nəyə görə? Çünki eyni ifadədir. Biri mənfi, biri müsbət. Üstə gəl. Kök altında 7-nin kvadratı 7-dir. Üstə gəl. 3 kök altında 14-ün kvadratı 9 vuraq 14-dür. 9-u da 14-ə vuranda 126 olacaq. Bərabərdir 151. Deməli, topladıq. Burada elədi. Burada da üstə gəl 1 var uşaqlar. Bunu da nəzərə alsam olacaq 152. Yəni C variantı. 116-cı sualda həmin qayda ilə yazıram. Yazıram 2 kök altında 5-in kvadratı. Çıxaq. Birinci ilə ikincinin hasili eləyəcək 2 kök altında 15. 2 misli də eləyəcək 4 kök altında 15. Üstə gəl ikincinin kvadratı, yəni kök altında 3-ün kvadratı. Üstə gəl yenə birincinin kvadratı, 1-in kvadratı üstə gəl. Birinci ilə ikincinin hasilinin 2 misli. Bu da olacaq 2 kök altında 15-in 2 misli eləyəcək 4 kök altında 15. Üstə gəl ikincinin kvadratı, yəni 4 kök altında 15-in kvadratı bərabərdir. 4 kök altında 15 ilə 4 kök altında 15 gedir. Buradan 2 kök altında 5-in kvadratı eləyəcək 20. Üstə gəl 9 kök altında 3-ün kvadratı 9. Üstə gəl 1-in kvadratı 1. Üstə gəl. Burada da olacaq 16 vur 15. 16-nı da vururam 15-ə eləyəcək 240. Bunları da toplayanda 269, 200. Burada biz bəzi səhvlər eləmişik. Baxın, burada 4 kök altında 15-in yox, 2 kök altında 15-in kvadratı olmalıydı. Burada kök altında 3-ün kvadratını mən 9 yazmışam. Əslində 3 olmalıdır. Burada da 4-ü vururam 15-ə. Eləyəcək 60. Bu da eləyəcək 84. Yəni Y variantı. İndi isə baxıram 117-ci suala. 117-ci sualda baxın uşaqlar, A sıfırdan böyük, B sıfırdan kiçikdir. Demək, B sıfırdan kiçikdirsə kökün altından mənfi olaraq çıxacaq. Bu nə deməkdir? Yəni, modulda B-dən, B sıfırdan kiçik o deməkdir ki, mənfi B çıxır. Bu nəyə görə belə olur? Axı fikirləşə bilərsiniz ki, axı kök altından mənfi çıxmır cüt dərəcədən. Bəs necə olur ki, buradan mənfi çıxır? Ona görə ki, uşaqlar, B sıfırdan kiçik o deməkdir ki, yəni B-nin özündə mənfi var. Mən o mənfini, belə deyək də, mənfini silmək üçün bir dənə də əlavə mənfi olmalıdır ki, o B-nin özündəki mənfi getsin, müsbət olsun. Ona görə modulda mənfi B çıxır ki, mənfi ilə mənfi olsun müsbət. İndi burada kök altında, baxın, 9-dan çıxır 3, 9-dan 3 çıxır. B üstü 6, B üstü 6-nı mən B üzəri 3 üzəri 2 kimi də yaza bilərəm. Həmişə bu tip suallarda baxırsan ki, B-nin üzərində 6-dır və bu ikinci dərəcədən kökdür. Sadəcə 6-nı 2-yə bölürsünüz, qalır B üzəri 3. Kökün altından o şəkildə çıxır. Məxrəcdə də olur A. A2-ni də 2-yə bölürəm 1. Burada bir dənə mənfi əlavə edirəm. 3B kubu, məxrəcdə də A özdə mənfisindən. Yəni,
olacaq 117 A variantı. 118-ci suala baxıram. Yenə y sıfırdan kiçikdir deyə modulda y-dən mənfi y çıxır. Biz də bilirik ki, cüt dərəcədən kökün altından ədədin modulu çıxır. Burada olacaq daha doğrusu 4 kökün altından 2 çıxır. X kvadratı x olaraq çıxır. Y üstü 6. Baxın, hər birinin qüvvətini 2-yə bölürsünüz. Çünki ikinci dərəcədən kökdür. Yəni bir də onu sadələşdirib fərqli qüvvət şəklində yazmağa ehtiyac yoxdur. 6-nı da bölürəm 2 edir 3. Bu da y-in üzərinə yazılır. Burada da mənfi olduğuna görə qarşıya bir də mənfi atılır. Olur 2 mənfi 2 x y kubu, yəni B variantı. Burada da 119-a baxırıq. 119-cu sualda biz nəyə diqqət eləməliyik? Kök altında 15 çıxaq 4-dür. Baxın, cüt dərəcədən kökün altındadır. İndi mən burada nə edirəm? Buradan modulu çıxacaq. Yəni, baxın, bu 2 ilə bu kök gedir. Modulda kök altında 15 çıxaq 4 olur. Ədəd moduldan çıxanda bilirik ki, müsbət olur. İndi mən nə vaxtı bu ifadə mənfi olur? Kiçikdən böyük çıxaramsa, baxın, məsələn, mən yazıram 8 çıxaq 3 bərabərdir 5. Daha doğrusu 3 çıxaq 8 yazıram, bərabərdir mənfi 5. Amma mən bunu modulda yazsam, 3 çıxaq 8-i neyniyərəm? Bərabərdir 8 çıxaq 3 kimi yazır. Bu da olur müsbət 5. Yəni moduldan hansısa bir ədəd varsa, biz moduldan çıxardığında böyükdən kiçik çıxardaraq modulda açırıq. İndi mən burada bilməliyəm ki, kök altında 15 böyükdür, yoxsa 4 böyükdür. Bunu müqayisə etmək üçün ya 15-i kökün altından çıxartmaq lazımdır, ya da 4-ü kökün altına salmaq lazımdır. 15 kökün altından çıxmadığına görə mən 4-ü kökün altına salıram ki, baxım görüm, hər ikisi kökün altında olanda müqayisədə görək hansı böyükdür. 4 kökün altında 16 deməkdir. Deməli 4 kök altında 15-dən böyükdür. Bu zaman mən yazıram 4 çıxaq kök altında 15. Bu da olacaq B variantı. Yəni bu tip suallar sadəcə bu yolla yazılır. Müqayisə edirsiniz. Hansı böyükdürsə böyükdən kiçik çıxırsınız. Müqayisə etmək üçün də ədədi kökün altına salırsınız. Digər kökünə müqayisə eləmiş olacaqsınız. Gəlirəm 120-ci suala. 120-ci sualda eyni qaydada 2 ilə kök gedir. Məndə cüt dərəcədən olduğuna görə modulda çıxacaq. Modulda kök altında 14 çıxaq 5 olur. İndi hansı böyükdür sizcə? 5-i kökün altına salsam, olar da kök altında 25. Ona görə deməli 5 kök altında 14-dən böyükdür. Buna görə də olacaq 5 çıxaq kök altında 14. Yəni C variantı.